Mədinə xanım, bu ərzaqlar buradaykən gəlin bir blinçik hazırlayaq. Nə gözəl. Həbibə xanım, nə ilə olacaq blinçik? Bu günləri sizin üçün kəsmikli blinçik hazırlamaq istəyirəm. Həbibə xanım, onun içində hansı ərzaqlar olur? Aha, gəlin onda mən sizin üçün sadalayım, siz də öyrənin. Bizə lazımdır 2 stəkan un, 200 ml isti su, 200 ml 2 stəkandan süd, 2 ədəd yumurta, içərisi üçün kəsmik, 3 yemək qaşığı duru yağ, 1 yemək qaşığı şəkər tozu, 1 çay qaşığı duz. Həbibə xanım, deyirlər hər qadının mətbəxdə bir sehirli toxunuşu olur. Bəs sizin sehriniz nədə gizlənir? Çox qəşəng sualdır. Əlbəttə ki, ədviyyatları çox sevirəm. Ədviyyatdan istifadə eləməyi də çox sevirəm mətbəximdə. Amma mən mətbəxdə sevgini daha çox önəmsəyirəm. Ona görə ki, mətbəxdə nə qədər sevgi ilə yemək bişirərsən, yeməklərimiz o qədər dadlı olar. Bəzən elə olur ki, yemək biraz yanır, amma siz onu elə bəzəyirsiniz. Sanki bu yeni reseptdir. Hə, elə hallar başıma gəlibdi. Hətta elə olub ki, bəzəyib düzüb təqdim eləmişəm. Valideynlərim, evdəkilər, böyüklərim elə bəhbəhlə yeyiblər ki, heç onu mənim üzümə də vurmayıblar. Ən çox hansı yeməyi bişirəndə, bax bu mənim imzamdır deyirsiniz? Hə, Mədinə xanım, çox sevdiyim yeməklər var, hansı ki mətbəxdə bişirməyi həddindən artıq çox sevirəm. Bunlardan ən önəmlisi və övladlarımın ən çox sevdiyi plovdur. Əvvəllər deyərdilər ki, plovu hansısa bir bayram gəlsin bişirək, qonaqlıq olsun bişirək. Yox, bizim evdə demək olar ki, həftə 8, mən 9 plovlar bişir. Heç olub ki, bir yemək alınmayıb, amma siz onu elə təqdim etmisiniz ki, hamı resept istəyib. Bəli, elə hallarım çox olub. Həm də bu yemək haqqında danışa bilərəm ki, bu jülyen yeməyidir. Hətta mən jülyenlə 2 dəfə birincilik qalibi olmuşam. İlk dəfəsində jülyenin qaymağını biraz ötürmüşdüm. Daha sonra jülyen o qədər dadlı alınmışdı ki, mən jülyenlə 2 yarışmaya qatıldım və ikisinin də birincisi oldum. Bəzi aşpazlar yemək bişirəndə musiqi dinləyir. Sizin mətbəxdə hansı musiqi səslənir? Məni buradan izləyən hər kəs bilir ki, Həbibənin mətbəxində yalnız və yalnız ritmik mahnılar ola bilər. Çünki mən mətbəximdə həm çalıram, həm oxuyuram, həm oynayıram. Ona görə də yeməklərim həm çox dadlı, həm də ritmik olur. Ən çox hansı yeməyi bişirəndə özünüzü xoşbəxt hiss edirsiniz? Çox yeməklər var əslində, özümü xoşbəxt hiss elətdirən. Onlardan biri də çölməkdir. Azərbaycan mətbəxinin qədimi yeməklərindəndir. Evimizdə də bu çox sevilir deyə mən də bunu sevə-sevə bişirirəm. Mənim fikrimcə kəsmikli blinçik səhər yeməyinin ən faydalı yeməklərindən biridir. Ona görə ki, kəsmik mədəmizə yüngüllük verir, mədəmizi ağrıtmır, yanma vermir. Ona görə də istəyən hər kəs kəsmikli blinçik hazırlayıb səhər yeməklərində nuşcanlıqla yeyə bilər. Nuş olsun.